yazdı. Qeyd elədi. Şuralarda işim yok. Buradan bir yakından görseniz daha zahmet olursa karşı. Neden bir hadi gelin bir de Vay validelerimiz görsün şu anki balaları hardadır. Ay sağ ol. Can dede buradayım sağ salamat. Valla. Bakalım bizimdi. Bizimdi. Haydi haydi. Yaparım. Sumgayt'tan salam. Bravo çocuklar. Yaparım. Siz de. Bizden Azərbaycana ateşli salamlar. Azerbaycan Var olsun Azərbaycan əskəri. Var olsun Sumgayt. Gözlerinde vardır merfet, gözlerinde vardır merfet, kocalara yeder hürmet. Sesine aşık şerbet, sesine aşık şerbet. Oldu konağı şirvan, oldu konağı şirvan, oldu konağı şirvan, oldu konağı şirvan. Gelmez sevmez izim, sen sevmeye bağla, koy belay olsun. Gelmez sevmez izim, sen sevme, koy belay olsun.
torpağımıza gəlmişik. Artıq 5 ildir ki, mənfur, hiləgər erməni dığaları bizim torpağın sinəsini poligona çevirmişlər. Amma o türkülər, o çaqqallar yadda saxlamalıdırlar ki, Azərbaycanın şahinləri var, qartalları var, ələkləri var, bəbirləri var. Nə olar ki, adam boyu balaca olanda deyir, boyu balacadır amma gücü böyükdür. Bütün Azərbaycan anaları adından, bütün Azərbaycan qadınları, bacıları adından bugün biz sizi bu Qalayçılar kəndində salamlayırıq. Bugün biz bu qələbəmizdə, qələbə bizimdir, 250% arxayın olun. Çünki torpaq bizimdir. Bu torpaq bizim namusumuzdur, qeyrətimizdir. Bu torpağı babalar saxlayıb bizə vermişlər, biz də saxlayıb körpələrimizə, çocuklarımıza verməliyik. Tarixin, gələcək nəslin qabağında başımız aşağı olmamaq üçün biz var qüvvə ilə çalışmalıyıq. Siz inarsınız ki, biz dünəndən Kəlbəcəri gəzmişik, Kəlbəcərdən gəlmişik. Kürdlər bizə möhkəm sataşdılar ki, arxayın olun, ne deyiz, baxmadır, Laçın da bu insabadır alacaq Azərbaycan əskərləri. Mən bölmürəm rayonlara. Oradan sizə çoxlu salamlar gətirdik. Biz analar buradan arxayın gelirik ki, bizim ön cəbhəmiz qeyrətlə vuruşur, igidliklə vuruşur. Arxa cəbhə də bu ön cəbhəyə ruh qanad verməyə həmişə hazırdır. Bugün Sumqayıtdan gələn Cümşüd bəy, Azərbaycan Respublikası daxili qoşunların baş komandanın müavini Şabanov Sabir bəyə Azərbaycan bayrağını təqdim edir ki, bax elə günü sabahı o bayrağı bizim bu igidlər, qartallar, bu şahinlər onun Xan kəndi sinəsinə sansınlar. Gözüm görmür ha onu. Bayrağda kim olacak? Bayrağda çıksana. Ona geçse bu gidecek. Bu məndən gedəcək. Yox, o gedəcək də o kişi. Burada hamısı kişilərdir, özü qeyrətli kişilərdir. Bizim əskərlər həmişə kişilərində televizorda müsahibə verəndə deyirlər ki, öləcəyik, amma torpağı verməyəcəyik. Xahiş edirəm, o çağrışı dəyişik. Deyin, öldürəcəyik, torpağı verməyəcəyik. Öləcəyik, yox, öldürəcəyik. Yalnız öldürəcəyik, düşmənimizi öldürəcəyik. Sizə can sağlığı, uzun ömür, tezliklə qələbə arzulayıram.